21-ci tapşırıq sükunət vəziyyətinin ilk soxu üzrə hərəkətə başlayan cismin koordinatının zamanın asılı qrafiki verilmişdir. Hərəkət təcilinin proyeksiyasını hesablayın. Sükunət vəziyyətindən qeyd olunduğu üçün başlanğıc sürətimiz 0-dır. Göründüyü kimi qrafikdən x0 koordinatımız 5 metr, x koordinatımız əgər 1 saniyə üçün zamanın üçün götürəriksə son koordinatımız 10 metr olacaq. Zamanımız da 5 saniyə. Əgər 10 saniyə üçün hesablasaq, başlanğıc koordinatı x0 5 metr, yenidən son koordinatı amma 25 metr götürmək lazımdır. Hərəkət göründüyü kimi bərabər təcilli hərəkətdir. Bərabər təcilli hərəkətdə təcili hesablamaq üçün tənliyimiz x bərabər x0 plus v0t üstə gələ at kvadratı bölü 2 təyindən istifadə edirik. X yerinə 10, x0'ımız 5, başlanğıc sürətimiz 0 olduğu üçün bu hissə 0-a gedir. Üstə gələk a, t'imiz 5 kvadratı 25 bölü 2 olacaq. Buradan da 5 bərabərdir a vur 25 bölü 2. Çarpaz vursaq 10 bərabərdir a vur 25. Buradan da a'mız 10'u 25'e bölsək 0,4 metr bölünsün saniyə kvadratı olacaq. 22-ci tapşırığımız avtomobil yolun 3/2 hissəsini 4 metr bölü saniyə sürətlə, qalan hissəsini isə 6 metr bölü saniyə sürətlə getmişdir. Avtomobilin bütün yolda orta sürəti istənilir. Yolun 3/2 hissəsini gedib, yəni S1'imiz 3/2 S-dir. B1'imiz 4 metr bölü saniyədir. Qalan hissəsini B2'si 6 metr bölü saniyə gedilibsə, qalan hissəmiz S2 bərabərdir. 3/2'si varsa, bu 3/1 S olmalıdır qalan hissəmiz. Orta sürət düsturumuz bildiyi kimi S ümumi bölünsün T ümumiyə bərabərdir. Buradan da S'imiz göründüyü kimi ümumi olanda, yəni 3/2 S və 3/1 S'in cəmi yenidən S verir. Lakin bizim zamanlarımız yoxdur. Zamanımız T1 üstə gələk T2 olacaq. Buradan da S bölünsün T1'i S1 bölünsün V1 ilə tapa bilərik. S1'imiz 3/2 S bölünsün 4 olarsa 4'də 1'ə vurarıq. O zaman ixtisarını aparsaq 6'da 1 S olar. T2'miz isə S2 bölünsün V2 ilə hesablasaq bərabərdir. S2'miz də qalan hissəmiz 3/1 S bölünsün 6, yəni 6'da 1'ə vurarıq. 18'də 1 S, yəni S1 18 olar. Və zamanları yerinə yazsaq S bölü 6 üstə gələk S1 18. Buradan riyazi əməlimizi icra eləsək 18 6 3S üstə gələk 1S, o da bərabərdir 18S bölünsün 4S, 4 dəfə 16 4,5 metr bölünsün saniyə olacaqdır.